Mən dəfnin danışıram tarixdən, heç nə əlavə eləmək istəmirəm, heç nə. Tarix necə yazıb elə. Deyirlər, özü götürdü, qoydu xanım Zəhranı qəbrə. O qədər xanım arıqlamışdı, o qədər bədəni zəifləmişdi. Özü götürdü, qoydu, deyir, bir yerdən torpaq götürür, ovucu ilə tökür Həzrət Zəhranın cənazəsinin üstünə. Torpaqla örtdü üstünü. Tarixdə belə yazırlar. Deyir, Əli əlini torpaqdan çəkəndə dünyanın qəmləri ona hücum elədi. Adam bir işlə məşğul olanda başı qarışaraq elədi. Elə işi tamamladı. İşi başa çatanda qəmlər hücum elədi ona. Elə ki ayrıldı, əlini ayırdı torpaqdan, hiss elədi ki tək qalıb, adamsız qalıb. Fatiməsizliyi hiss elədi həmin məqamda. Yazırlar ki, və ərsələt dumu'ahu alə xəddəy. Deyir, birdən sel kimi gözündən yaş axmağa başladı. Elə bil Əliyə birdən indi təzdən çatdı ki, Fatiməni itirib. İş o qədər çətin idi ki, deyirlər, qəbrin yanında 2 rükət səbir namazı qıldı. Allahın səbir dağı özünə səbir istədi Allahdan. Çətin vaxtında kimə pənah aparsın Əli? Üzün dolandırdı Peyğəmbərin qəbrinə. Və havvələ vəcəhəhu ilə qəbri Rəsulillah. Üzün dolandırdı Peyğəmbərin qəbrinə. Və qal, əssalamu aleykə ya Rəsulallah. Salam verdi, dedi, salam olsun sənə ya Rəsulallah. Anni və an ibnətikə və habibətikə və qurrəti aynik. Məndən salam olsun sənə. Həm də sənin sevdiyin qızından, gözünün nurundan sənə salam olsun. Ondan sonra dedi ki, heç nə demirəm ya Rəsulallah. Qızından soruşarsan, səndən sonra başımıza nə oyun gətirdilər? Alimlərdən biri deyir ki, Əli bilirdi ki, Fatimə o qədər həyalıdır ki, özü danışmayacaq. Odur ki, Peyğəmbərə deyir ki, soruş danışsın. Yoxsa deməyəcək, bu ümmət onun başına nə oyun gətirdi? Salman deyir, gördüm Əli sağa sola baxır. Yanımdakılara dedim ki, çəkilək kənara. Bəlkə xüsusi sözü var Fatiməyə. Biz çəkiləndə gördük, o adamsız tək tənha qalan Əli özün saldı Fatimənin qəbrinin üstünə. Gördüm qəbri elə bastı bağrına. Qucaqladı Fatimənin qəbrini.